Salam kızlar, her vaxtınız xeyir. Yeni videomda xoş gördük sizləri. Çoxdan da bir şeyler paylaşmıram və düşündüm ki, artıq yarı yarımçıq belə olsa bir video atmalıyam. Gördüyünüz kimi tezdən oyanmışam və işə hazırlaşıram. Cümə günündəyik. Bunu da qeyd edeyim ki, çoxdan da bir şeyler paylaşmamamın əsas səbəbi də mənim həyatım iş və evdən ibarətdir. Buna görə də eyni şeyləri paylaşmaq artıq istəmirəm. Amma fikir verdim ki, artıq statistikalarımda artım hiss etmirəm. Buna görə də 2 dənə videoyu birləşdirib paylaşmaq qərarı verdim. Çünki 100-200 izlənmə belə mənim artımıma kömək eləyəcək. Bilmirəm sizin xəbəriniz var ya yox, YouTube'da kanalınızın rəsmi olaraq tanınması üçün 1000 abunəniz ya da ki 3 ay ərzində shorts videolarda 10 milyon izlənməniz olmalıdır. Əlbəttə ki, bu çox çətindir. Amma uzun videolarda isə 365 gün ərzində 4000 saat izlənməniz olmalıdır. Bu məncə daha asandır. Buna görə də əlimdən gəldiyi qədər uzun videolar paylaşmalıyam və yeni mövzular tapmalıyam. Əslində mən YouTube'a keçən ilin bu vaxtlarından başlamaq istəyirdim. Hətta bir dənə popcake videosu paylaşmışdım və o 1000 neçəsə izlənmişdi. Sadəcə popcake, yəni shorts videolarda. Onda anlamışdım ki, həqiqətən shorts videolar keşfətə düşür. Lakin o 1000 abunəni yığmaq mənə mümkünsüz kimi görünürdü. Amma bircə nişan videomdan mənə 150 abunə gəlmişdi. Bilsəydim ki, onu YouTube'da paylaşım, daha yaxşı çəkməyə çalışardım. Amma gələcəkdə inşallah toyla bağlı hər şeyi çəkib paylaşmağı düşünürəm. Çoxlu vloglar etməyi düşünürəm. Məncə o artıq mənim səhifəmin pik nöqtəsi olacaq. Buna görə də o vaxta kimi heç olmasa az artırmalıyam. Bir də gələn ay inşallah akademiyaya gedəcəm və akademiya vlogları, həmçinin elmi işin yazılması, dissertasiya yazılması ilə bağlı ətraflı video çəkəcəm. Necə plagiatda çıxmadı, necə 7-10 gün ərzində yazdım, nələrdən istifadə etmək olar, tələbələr üçün xeyirli olar deyə uzun bir video çəkməyi düşünürəm. Burada görürsünüz artıq hazırlaşmışam və cümə günüdür. Bir də mən əvvəl çox diyet videoları ilə bağlı bir şeylər paylaşdım, qısa videolar da paylaşdım. Amma artıq ondan əl çəkdim yenə 100-cü dəfə. Çünki gördüm ki, heç bir xeyri olmur. Özümü şirniyyatdan məhrum etməklə deyil. Və Azərbaycanın bir nömrəli YouTuberu olan Aykanın, yəni mənə görə elədi, başqaları üçün bilmirəm. Aykanın videosu qabağıma çıxdı. Diyetlə bağlı çox şeylər axtarmışdım YouTube'da. Buna görə də onun videosu mənim keşfətimə düşdü ki, 40 gün ərzində 10 neçə kilo verib. Baxdım, yəni orada hər hansı bir zərərli bir şey yox idi. Sadəcə 4-dən sonra heç nə yeməməklə bağlı idi. Amma mən başqa bir yerdə də bunu oxumuşdum. Amma orada 4-dən 6-ya kimi heç nə yeməyib, altdan isə sonra sadəcə su. Amma Aykanın deyiminə görə sadəcə 4-dən sonra, yəni orucmuş kimi heç nə yeməmək lazımdır. Amma məncə su içilməlidir. Çünki su heç bir kalori yoxdur və yağ yandırmada da kömək eləyir. Buna görə də onun diyeti ilə başlamışam. Artıq bugün 2-ci günümdür. Burada görürsünüz yumurta və tripodumu da götürmüşəm. Burada artıq evdən çıxıram. Və mən düşünürəm ki, bu diyetlə mən kilo verə biləcəm. Çünki 2 gündə 700 qram getmişdi. Əlbəttə ki, bu ödəm və şişkinlikdən gedir. Amma zamanla kilodan gedəcəyinə də inanıram. Avtobusdan düşdüm. Burada dırnaqlarımı göstərirəm. Artıq 2 aya yaxındır və heç bir qırılma yoxdur. Və gəldim, çatdım işə. Mən ilk çayımı həmişə işdə içirəm. Hardasa saat 10-da falan başlayıram artıq günə. Yenidən Medcezirə başlamışam 1 milyonuncu dəfə. Bu baxışlara bu arada bayağı yəni sarmışam. Bir həftə sonra ilk dəfə şirniyyat yeyirdim və dedim onlardan alım. Burada gün ərzində istehsal olunmalı olan geyimləri və şirkətlərin hansı ki sənədləri yazılmalı olan adlarını yazmışam ki, gün ərzində ağlımdan çıxmasın. Mən uniforma şirkətində işləyirəm. Şirkətimiz topdan uniforma istehsalı və satışı ilə məşğuldur. Mən də onun sənədləşməsini həyata keçirirəm. Öz seximiz, dərzilərimiz var. Onlar şirkətlərin sifarişinə əsasən geyimləri istehsal eləyir. Mən isə onun sənədləşməsini həyata keçirirəm. Yəni ki, bizdə tək-tək satış yoxdur. Sadəcə şirkətlərlə müqavilə əsasında topdan işləyirik. Gördüyünüz bütün mağazalar, Araz Market, Bravo, Omid, MMC və yaxud da ki, digər belə şirkətlərin hamısı ilə qarşılıqlı müqavilə əsasında uniformaları bizim şirkətimiz təmin edir. Mən də əsasən onun sənədləşməsini həyata keçirirəm. Müqavilənin hazırlanması, protokol, invoice, həmçinin tenderlərdə iştirak edirik. Bunun da sənədləşməsini mən hazırlayıram. Bir də ambar və istehsala nəzarət edirəm. Yəni ki, bir geyim üçün nə qədər parça lazımdır, nələrdən istifadə olunur, hamısını tək-tək sistemə vururam ki, oradan mənfəət çıxara bilək.
Nəsə işimin qısa məlumatı belədir. Buna rağmen işimdən həqiqətən çox razıyam. 4 il olur və çox yüngül işdir mənə görə. Artıq bu şeylər mənə çox rahat gəlir. Yəni 1 saat ərzində demək olar ki, gün ərzində bütün işlərimi həll edə bilirəm. Boş qalan vaxtlarda da ya elmi işimlə məşğul oluram, ya keyfimə düşsə rus dili, ingilis dili öyrənirəm, ya da ki, arxiv sənədlərlə məşğul oluram ki, sabah bir gün işdən çıxanda mənim yerimə gələn olan xanım heç bir problem çəkməsin. Yəni ki, mənimlə bağlı heç bir problem yaranmasın. Bütün sənədlər hamısı yerbəyer olsun. Çünki vergi ilə bağlı sonradan bu problem ola bilər. Demək olar ki, çox hissəsini keçən il tamamlamışam. Bəzi əksikliklər var, onları da tamamlayacağam. Burada da şirkətlərin sənədlərini hazırlayıram. Möhür imzaləyib imzaladıqdan sonra qoyuram ki, rahat gəlib götürsünlər. Və beləcə demək olar ki, mənim işlərimin tamamı həll olmuş olur və işdəki günüm demək olar ki, belə keçir sənədlərlə. Yeməyi də yemişəm. Burada siz 2 dilim görürsünüz, amma 2 dilim yeməmişəm, çox yemişəm. Və bu da saçaqlı pendir, dünəndən qalmışdı, çox sevirəm. Gəlməyə yaxın dissertasiya işimə baxıram. Bunu mən keçən il yazmışdım. Yavaşdan onu mükəmməl şəkildə öyrənməliyəm. Düzdür, özüm yazsam da, amma üstündən 1 il keçib və 76 səhifədir. Hamısını mükəmməl öyrənməliyəm ki, orada mükəmməl çıxış eləyə bilim və müdafiəmi edə bilim. Burada artıq çox az acdığımı deyirəm. Çünki 5 saatdır heç nə yemirəm. 4-dən 9-a kimi heç nə yeməmişdim. Amma bir dənə yumurta qaynadıb yedim. Yanında heç nə yemədim. Sadəcə yanında da bir dənə sadə çay. Demək olar ki, ümumi 70-80 kaloridir. Səhər oyandım, blazer ceketimi giyindim və belə bir şərf taxmaq istədim. Amma dedim ki, məncə iş üçün abartılıdır. Gəzməyə falan gedəndə kombinləyərəm. Və gördüyünüz kimi saçımı corablara bükmüşəm. Bunu mən TikTokda görmüşdüm və sınamaq istədim. Düşündüm ki, YouTube üçün də bir fikir olar, maraqlı bir epizod olar. Deməli, saçımı yudum və mən biraz gecikdim əslində. Biraz sulu ikən əslində etməliyik bunu və sulu-sulu darayıb eləməliyik. Və bir də Qızılcıq şərbətinə baxanda başım qarışdı. Baxıram ki, artıq saçım quruyur. Tez-tez bükdüm. Hətta birinci bükdüyümü görürsünüz, qabaqdakı çox bərbad alınıb. Çünki onu tam bükə bilmədim. Sonradan anladım ki, necə eləmək lazımdır. Bükdükdən sonra da əslində qurutmalı idim. Amma mən qurutmadım. Onsuz da saçım çox az nem qalmışdı. Amma kəş qurudardım. Çünki qurutsam daha yaxşı duracaqdı. Amma yenə də məncə çox gözəldir. Mənim saçım onsuz da buruqdur. Yəni dalğalı buruqdur. Heç vaxt düz olmur. Ona görə də buruq da çox qəşəng dayanır. Məncə çox gözəldir. Yəni həm də pratikdir. Fenlə əgər saçınızı zədələmək istəmirsinizsə, bunu sınaya bilərsiniz. Mən tələbə vaxtı bunu şərflə eləyirdim. Yadımda da hələ də. Axşamdan bükürdüm, səhər açıb dərsə gedirdim. Amma corablarla da həqiqətən çox rahatdım. İlk bunu bağladığım üçün bu çox da yaxşı alınmadı. Amma digərləri falan çox qəşəng olmuşdu məncə. Və saçımın digər tərəfini də açıram. Sizi çox bezdirməmək üçün 5x-ə qoydum ki, artıq vaxtında açaq, baxaq. Düşündüm ki, bu qədər hazırlaşmışkən heç olmasa biraz makyaj da eləyək. Heç tananı belə sürtməmişəm, məncə ehtiyac yoxdur. Qaşımı da əslində dünən düzəldəcəkdim. Axır öncə dəfə nişanda düzəltmişdim. Mən burada qaş aldırmağı heç sevmirəm. Burada deyərkən Bakıda rayonda almışdım. Dırnaq üçün getdiyim salonda. Şöbə ilə üzbəüz Turan marketin yanında, adı yadımdan çıxdı. Həmin salonda Marjinat xanım var idi. Həqiqətən mükəmməl almışdı qaşımı, tam dediyim kimi. Amma Bakıda mən hara getsəm də mənim istədiyim kimi mənim qaşımı almırlar. Onsuz da qalan qaşım var. Mən nazik almalarını istəyirəm. Çünki qalın olanda Meyt Ramazan Demirə oxşuyuram. Yalı çapqınındakı Feritə. Burada çolkamı açıram. Və möhtəşəm nəticə. Həqiqətən bu nəticəni heç Dyson'dan da ala bilməzsiniz. Əvvəl şok oldum. Dedim, mən belə çölə necə çıxacam? Fenlə də heç düzəltmək olmaz çünki. Gərək təzdən o yeri yuyum. Təzdən düzəldim. Amma bir təhər açıldım. Məncə hətta açılanda şirin görünməyə başladı gözümə. Və gəldik bölümün ən sevdiyim hissəsinə, eynəyi seçirik. Mənim bütün eynəklərim hamısı bir-birinə oxşayır. Məncə üzüm böyük olsa da mənə balaca eynəklər yaraşır. Bunu təzəcə almışdım. Amma məncə çox da yaraşmadı. 15 manat da vermişdim. Bir də bu var, 3 manata aldığım. Ən sevdiyim. Həmişə də bunu taxıram rahat olduğu üçün. Amma bugün taxmadım. Və artıq hazıram, çıxa bilərik. Blazerləri ona görə sevirəm ki, həqiqətən qurtarıcı parçalardır. Çöldə o qədər gözəl hava var ki, həqiqətən, yəni biraz da bu tərəfləri çəkmək istədim. Bununla da artıq videonu bitirirəm. Ümid edirəm ki, bəyənmisiniz. Bəyənmisinizsə like edib məni takip etməyi unutmayın. İnşallah daha qəşəng videolar ilə qarşınızda olaram. Sağ olun.